Cinsi əlaqə zamanı quruluq, diskomfort hissi, yuxusuzluq bəzi qadınlarda müşahidə oluna bilər. Bu qadınlarda bəzi hallarda normal, bəzi hallarda isə dözülməz olur. Sümük sistemi zəifləyir, eyni zamanda ürək-damar problemləri meydana çıxa bilər. Bəzi ginekoloji problemlər var ki, bu dövrdə daha çox üzə çıxır. Salam, mən doktor Leyla, mama ginekoloq. Bu gün sizinlə qadınların həyatında çox mühüm bir dövr olan klimaks dövrü haqqında danışacağam. Tibbi dildə bu dövr menopauza dövrü adlanır, yəni menstruasiya dövrünün tamamilə başa çatması dövrüdür. Bu dövr qadınların həyatında həm fiziki, həm də emosional dəyişikliklə xarakterizə olunur. Yəni artıq yumurtalıq öz fəaliyyətini başa çatdırır, follikullar artıq rezervi tükənir və ona görə də hormonlar, yəni əsasən də qadın hormonları olan estrogen azalır. Bu da orqanizmdə fiziki və eyni zamanda ruhi dəyişikliklərin, yəni psixoloji dəyişikliklərin meydana çıxması ilə xarakterizə olunur. Normal fizioloji olaraq 45-55 yaş arasında müşahidə olunur. Ondan erkən müddətdə meydana çıxarsa, bu erkən menopauza adlanır. Bəzi dəyişikliklər orqanizmdə baş verir. Belə ki, gecə tərləmələri, isti basmalar, bundan əlavə əsəbilik, qıcıqlanma, cinsi əlaqə zamanı quruluq, diskomfort hissi, yuxusuzluq bəzi qadınlarda müşahidə oluna bilər. Bu qadınlarda bəzi hallarda normal, bəzi hallarda isə dözülməz olur. Onlar həkimə müraciət edirlər. Belə hallarda mütləq müalicə kursu keçirilməlidir. Bəzən isə qadınlar menopauzanı patoloji bir hal kimi qəbul edirlər və onlar bizdən müalicə tələb edirlər. İstəyirlər ki, menopauzanı biraz daha uzadaq. Yəni menopauzaya girmək istəmirlər. Hətta normal yaşda olsa, yəni 45 yaşdan yuxarı olan qadınlar müraciət edirlər və bizdən menopauzanın uzanmasını istəyirlər. Ancaq mən həmişə onlara izah edirəm ki, bu fizioloji bir prosesdir. Yəni artıq yumurtalıq rezervi yoxdursa, follikullar başa çatıbsa, bu prosesin qarşısını almaq düzgün deyil. Yaxşı olar ki, əgər isti basmalar və s. digər əlamətlər onları narahat edirsə, qarşısını almaq lazımdır. Biz çox vaxt bitki tərkibli dərmanlardan istifadə edirik, amma ehtiyac olarsa hormon əvəzedici terapiyadan da istifadə edə bilərik. Bu dövrdə sümük sistemi zəifləyir, eyni zamanda ürək-damar problemləri, D vitamini azlığı, kalsium azlığı və s. meydana çıxa bilər. Ona görə də bunlar yoxlanmalıdır. Lazım olarsa profilaktik olaraq vitaminlər verilməlidir. Emosional cəhətdən də qadınlar bu dövrdə çox həssas olurlar. Ona görə də bəzən psixoloji dəstəyə də ehtiyac ola bilər. Bəzən qadınlar fikirləşirlər ki, menopauza dövrü artıq baş verdisə, ginekoloji müayinələrə ehtiyac yoxdur. Ginekoloji müayinələrdən imtina edirlər. Lakin bu belə deyil, əziz qadınlar. Çalışıb ginekoloji müayinələrdən ən azı ildə bir dəfə keçmək lazımdır. Çünki bəzi ginekoloji problemlər var ki, bu dövrdə daha çox üzə çıxır. Ona görə də siz ginekoloji müayinələrdən imtina etməyin, əksinə daha çox ginekoloqa müraciət edin. Çünki bəzi problemlərin vaxtında aşkarlanması, onların tez müalicə olunmasına, tez aradan qalxmasına kömək edir. Əziz qadınlar, siz hər yaşda dəyərlisiniz. Müraciət edin, sizə həmişə kömək etməyə hazırıq. Bu və ya digər suallarınız varsa və yaxud da maraqlı mövzularla maraqlanırsınızsa, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.